Əsasən insanlarda və yas mərasimlərində hazırlanan halva. Şərbət üçün dəmlənmiş zəfəranın üzərinə su töküb, şəkər və suyu ocağın üstə qoyub, şəkər əriyənə qədər ocağın üstə saxlayırıq. Şərbəti qaynatmırıq. Qalın tavada yağı əridirik. Unu töküb, dayanmadan qarışdıraraq qovururuq. Duz əlavə edib qarışdırmağa davam edirik. Unu qəhvəyi rəngi olana qədər qovururuq. Bu cür yağ undan ayrılanda şərbəti əlavə edib tez qarışdırırıq. Ocağı söndürürük. Biraz tavanı silkələyib boş qaba tökürük. Düzgün hazırlanan halva yağını buraxmalıdır. Üzərinə qaşıqla bəzək verib təqdim edirik. Nuş olsun. Kanalıma baxmağı və abunə olmağı unutmayın.